Bu isə 3 qapılı 212-dir. Yəni bu yeni platformanın üzərində olacaq məncə. Yəni bu intelligent platformanın üzərində olacaq. Bu ola bilər ki, plug-in hibrid olsun. Ola bilər ki, dizel olsun. Amma platforması bunun yeni olmalıdır. Yeni platforma nə deməkdir? Plug-in hibrid və eyni zamanda fərqli bir intelligent dəstəyi. Məsələn, multimedia sistemi və eyni zamanda müxtəlif yol dəstəyi sistemləri olacaq bu avtomobildə. Belə, vallahi mən bəyəndim. Yəni, mən bunu sürərdimmi? Sürərdim. Yəni, düzünü desəm, pick-up'ı hər adam sürə bilmir. Yəni, yenə də deyirəm, bu dağa daşı dırmaşanlar, dağda yatanlar, nə bilim, kebab pişirənlər üçündürsə, bu məncə daha çox belə tək, bu heç ailə maşınında deyil. Bunu ancaq tək kimsə alar, zövq üçün şəhərdə sürər, nə bilim, off-road-da sürər, niyə sürmür? Rahatdır, amma bu yenə də təkdir. Diqqət edirsiniz, ön parkresin üzərində 2 dənə lidar var və kamera var. Bunlar hamısı o dediyim o intelligent sistemlərin nəticəsidir. Gələcəkdə biləcəyik hansı sistemlər qoyulacaq, amma bugün üçün onu dedilər ki, yalnız və yalnız bu öz intelligentliyi ilə seçiləcək və yeni platforma üzərinə qurulacaq və döyüş maşını, sarı maşın, döyüş maşını indi bu haqda danışacağım sizə. Bundan bir dənəsini sifariş eləmişik. Demişdim sizə, inşallah ki, gələndə gəlib baxarsınız. Əgər kimsə istəyirsə ki, bunu alsın, çünki bu çox az sifariş oluna bilir. Biz bunu yalnız ilin ortasında qəbul edəcəyik Bakıda. Onda gəlib bizdən bunu alıb indidən sifariş edə bilərsiniz.